Salam hörmətli izləyicilərimiz, xoş gördüm sizləri. Bugün Masazır qəsəbəsində Qurtuluş 93 yaşayış kompleksində qəşəng bir 2 otaqlı mənzilimiz çıxıb satışa. Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış məssəvində yerləşir. 6 mərtəbəli binanın 5-ci mərtəbəsində Qubcalı mənzil, ipoteka yararlı Qubcalı mənzil, 42 kvadrat yaşayış sahəsi var. 2 otaqlıdır. İçində yataq dəsti, göstərəcəm gözünüzə nə dəyirsə, hörmətli izləyicilərimiz, hamısı qiymətə daxil qalacaq. Bura əslində salondur, yataq dəsti yığılıb bura. Salon kimi də istifadə etmək olar, yataq otağına keçirmək olar əşyaları. Əşyalarımız təptəzə, heç yaşayış olmayıb evdə, hörmətli izləyicilərimiz. Pərdələri, yataq dəsti, burada bax belə bir girişdə mətbəx yaradılıb. Paltaryan təzə, xalacenik soyuducu təzə, mətbəx mebeli təzə, giriş hissəmiz burada. Sanitar qovşağımız var, hər şey qaydasında. Döşəmə isitməli, mərkəzi istilik sistemi, Aristona qədər qoyulub, hazır gir yaşa mənzil. Qiymət 42 kvadrata, deməli 73 min manatdan satışa çıxır. Real müştərilərə qiymətdə endirim olacaq. Əsas odur, mənzilin kupçası var, ipoteka şərtlərinə tam uyğun vəziyyətdə. Mən elə gəlir, qiymət də normal bir qiymətdir. Burada əslində yataq otaqda, zalda, salonda eləyə bilərsiniz. Burada təzə soyuducu da var. Radiatorlar da qoyulub, hörmətli izləyicilərimiz gördüyünüz kimi. Burada mərkəzləşdirilmiş istilik sistemi var. 24 saat aktivdir. 5-6 ay boyunca, qış sezonu boyunca, fəsli boyunca davam edir. 42 kvadrat yaşayış sahəsi. Qiymət 73 min manat, real müştərilərə qiymətdə endirim olacaq. Döşəmə, holun döşəməsi və sanitar qovşağın döşəməsi döşəmədən isitməlidir. Bax, bu cür qəşəng pərdələr də vurulub, çil-çıraq, spot lampalarımız da qoyulub. Qiymət məncə normaldır, 73 min manat. Real müştərilərə qiymətdə mütləq endirim olunacaq, hörmətli izləyicilərimiz. Bir daha xatırladım, 42 kvadrat, qiymət 73 min manat. Mütləq endirim gözlənilir. Mətbəx də buradadır. Qəşəng alıb kirayə verənlərin nəzərinə 300 manata kirayə vermək rahatlıqla asandır. Bu kompleksdə yaxın bir yerdədir, mərkəzə yaxın bir yerdədir. Burada da döşəmənin istipolunun demək olar ki, kollektor sistemi burada yerləşir. Hörmətli izləyicilərimiz, söz sizdə, evimiz gözəl evdir. Buyurun, videomuzu diqqətlə baxın, bu evdən dəyərlənin, yararlanan. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.